Xəyal Əhmədli, test 18, ümumi sınaq, Azərbaycan qədim dövrdə. Tunc dövrü əhalinin dini görüşlərlə bağlı deyil. Kollektiv dəfn qaydası mövcud idi, üzərlərinə kurqan tikilibdi, dini ayinlər xüsusi ibadət evlərində keçirilibdi. Bu, Tunc dövrünə aiddir. Ölülərin qəbirləri dəfn edilməyə başlanması dediyinə görə orta paleolit, qırmızı qan rəmzi sayılan oxranın vurulmağa başlanması dediyinə görə eneolit. Deməli, 3-dən 5 aid deyil. Cavabımız C variantı. Sonra baxırıq. 8-ci əsrin ikinci yarısı və 7-ci əsrin 50-ci illəri Manna tarixçinin ortaq cəhət. Təbii ki, 8-ci əsrin ikinci yarısı 750-dən 701-ə qədər olan hadisələrdir. 740, 719, 719-un özü, 718, 16, 15, 14 bu hadisələr ağlımıza gəlsin tez bir zamanda. 7-ci əsrin 50-ci illəri isə 650 valinin hakimiyyətə gəlməsi, Aşurun hakimiyyətdən getməsi, Aşurbanipalın yürüşü. Yəni ortaq cəhət Aşurun yürüşü ola bilər, Aşurla pozulmuş ittifaqın bərpa olunması ola bilər. Eyni zamanda da deməli bir oxşar cəhətdir. İkinci Sarqon 7-ci əsrdə yox deyə götürənməli. Türk sülaləsinin əlində olması bəli oxşar cəhətdir. 1 ilə 3-ü götürürük. Albaniyanın eramızın 1-ci əsr siyasi tarixi üçün, baxın siyasi tarixi deyil, səciyyəvidir. Cənubdan gələn təhlükəyə qarşı, yəni Parfiyaya qarşı Roma ilə əlaqələrin güclənməsi bəli, Atropatena varına son qoyulandan sonra Roma ilə əlaqələr güclənib. Bu da doğru fikirdir, elə biri götürürük. Arxeoloq deməli burada su dəyirmanlarını niyə götürə bilmərik? Çünki eramızın 1-ci siyasi tarix deyir. Siyasi tarix dediyinə görə A variantını götürürük, D-ni götürə bilmərik. Arxeoloq Tur Heyerdahlın Azərbaycan tədqiqatının nəticəsi bilirik onun nəticəsi nə oldu? Tur Heyerdahl Azərbaycan gəmiçiliyin meydana gəldiyi, qədim diyar olduğu haqqında fikir bildirmişdi. Deməli, B variantı uyğun olur. Doğru fikri müəyyən edin. 5-ci suala baxırıq. Atropatena hökmdarlarına hədiyyə göndərmişdir Adrian. Albaniya olmalıdır, yanlışdır. Selevki dövlətin hücumlarına məruz qalmışdır, Atropatena olmalıdır. Böyük dəhnə abidəsi Yunan tanrısı Herakla inan bu Kerifto məbədidir, yanlışdır. Elli mədəniyyəti Atropatena və Albaniyada yayılıbdır, yanlışdır. Demək, katakomba qəbirləri eramızın ilk əsrlərinə təbii ki, alanların yürüşünə bağlı Albaniyaya aiddir. Romanın şərqdə apardığı işğalçılıq siyasətinə aid doğru xüsusiyyətləri müəyyən edin. Deməli, ön Asiya uğruna Selevki Parfiya ilə müharibələrin aparılıbdır, götürdük. Parfiyaya qarşı yerli dövlətlərdən müttəfiq kimi istifadə edilməsi elə həqiqətən də müttəfiq kimi istifadə olunubdur. Deməli, elə içini də götürürük. O zaman 1 ilə 2 doğru cavab olmuş olur. Sonra baxırıq. Xəritə işarələmiş imperiyanın tarixinə aid hadisələr əlaqəsini müəyyən edin. Gördüyümüz kimi bura Yunanistan ərazisidir. Yəni bu hissə. Onun üstü də Makedoniyadır. Yəni söhbət burada Makedoniya imperiyasından gedir. Makedoniya imperiyasından danışırıqsa Magneziya döyüşünü deyə bilmərik. Deməli, bir yanlışdır. 3-cü Dara ilə müharibələrin aparılması Əhəməni imperiyasına varına bəli aparıldı və son qoyuldu. Deməli, içini götürürük. Ön Asiyanın işğal edilməsi, Babilin paytaxta çevrilməsi. Elə Babili də öz paytaxtına çevirmişdi Makedoniya imperiyası. Deməli, 3 də doğrudur. Deməli, 2 ilə 3 doğru fikirdir. Kara döyüşü deyə bilmərik. Albaniya döyüşlərinin olmasını deyə bilmərik. Paleolitdə baş vermiş hadisələrin mezolit dövründə davam etdirilməsi nəticəsində, yəni bu yenilik paleolitdə baş verməlidir. Məsələn, əkinçilik deyə bilmərik təbii ki, amma ölülərin qəbirlərdə dəfn edilməsi paleolitdə baş verdi. Mezolitdə də davam etdirilib. Deməli, B variantı uyğun cavabdır. Saxsı qabları götürə bilmərik. Qəbirlərin tayfalarda birləşməsi erkən Tuncdur. O sənətkarlıqda Tunc dövrüdür. Media Mannanın tam müstəqil xarici siyasəti yeritməsinə səbəb olan amili müəyyən edin. Təbii ki, bilirik ki, Media və Manna Kimeskitsakların gəlişlə əlaqədar olaraq müstəqil siyasət yeritmişdilər. Buna da uyğun cavabı harda tapırıq? B variantında İskitlərin Aşuriya əsarəti altında olan dövlətlərin müttəfiqinə çevrilməsi. Sxemdə qeyd edilmiş dövrlərin ümumi olmayan xüsusiyyətlərini müəyyən edin. Albaniya 1-ci əsrin 1-ci yarısı, yəni söhbət 66-65-dən gedir. Albaniya 1-ci əsrin 2-ci yarısı 36-dan gedir. Baxaq, bizə soruşur ki, ümumi olmayan xüsusiyyətlərini, yəni fərqli olan xüsusiyyətlərini müəyyən edin. Ay tanrısının şərəfinə məbədlər bu Albaniyada ümumiyyətlə olubdur. Hər dövr üçün götürə bilərik. Roma hərbi qüvvələrlə mübarizə aparılması bu 1-ci yarısında, 2-ci yarısında var. Şüşə qabların istehsal edilməsi. Şüşə qablar eramızdır. Ona görə də nə eradan əvvəl 1-ci yarısında, 2-ci yarısında ola bilməz. Yəni 3 yanlışdır. Demək ki, onda 3-ü götürürük, aid deyil. Ticarətdə puldan istifadə eradan 3-cü əsrdən bu yana var. Ona görə oxşardır. Möhürdə var, oxşardır. Demək, yalnız 3 aid edə bilmərik.
11-ə baxırıq. Neçə fikir doğrudur? Albaniyada su dəyirmanları meydana gəlmişdir. Eramızın ilk əsridir. Deməli bu fikir yanlışdır. Romadan Albaniya asılı 1-ci əsrin 2-ci yarısına söhbət 36-dan gedir. 36 eradan əvvəl 1-ci əsrin 2-ci yarısı deyib, bəli, götürürük. Albaniya 1-ci əsrdə mübarizə apardı Roma Respublikasının işğalçılıq siyasətinə qarşı. 1-ci əsr yox, eradan əvvəl 1-ci əsrdə, ona görə bu yanlışdır. 4-cü əsrin 1-ci yarısında Azərbaycanın cənubu tərkibində idi Makedoniya imperiyasının. 4-cü əsrin 1-ci yarısı deyirsə, söhbət burada 300, məsəl üçün 200, 90'lar, 280'ler, daha doğrusu 390'lar, 380'ler gedir. 4-cü əsrin 1-ci yarısı deyir. O dövrdə də Makedoniya imperiyasının tərkibində idi desə, yanlışdır. Çünki həmin dövrdə Makedoniya imperiyası yoxdur. Demək, bu da yanlışdır. Atropatena və Albaniya əhalisi tanış idi. Yunan yazısı, bəli, tanış idi. Doğrudur. Deməli, 2 ilə 5 doğrudur. Yəni 2 fikir doğrudur. A variantı. Sonra baxırıq, eradan əvvəl 7-ci əsrin əvvəllərində Kür və Araz arasında məskunlaşaraq həm Asiyanın, həm də Qafqazın siyasi həyatında mühüm rol oynayırdılar. 7-ci əsr deyirsə, təbii ki, söhbət burada İskitlərdən gedir. Ona ittifaqı da Mannanın, eyni zamanda Midiyanın müstəqil siyasi yetməsinə səbəb olmuşdur. İndi deyək ki, qeyd edilən dövlətlə, yəni İskit dövləti ilə mətndə bəhs edilən dövləti, daha doğrusu xəritədə qeyd edilən dövlətlə İskit dövləti, yəni mətndə İskitdən danışılır. Ümumi cəhətini göstərin. Xəritədə də hansı dövlətin qeyd edildiyini tapaq. Gördüyümüz kimi iki çay arasında yerləşir bu dövlət. İki çay arasında yuxarıdadır. Yuxarıdan Manna kimi yürüşlə məruz qalırdı. Aşşurun. Deməli, Aşşurla İskitin oxşar cəhətini soruşur bizdən. Hər ikisi də Manna ilə hərbi ittifaqda olubdur. Deməli, biri götürə bilərik. Eyni dövlət tərəfindən varlığına son qoyulub götürə bilərik. Midiya həm Aşşura, həm də İskitin varlığına son qoyubdur. Elə 1-2 doğru cavab olmuş olur. Xəritədə işarələnmiş ərazilərdəki abidələrə aid olmayan bəndi müəyyən edin. Deməli, xəritə haranı göstərir? Gördüyümüz kimi Xocalının yanı, bura Ağdam ərazisidir. 5 Ağdam. 2 də Xocavənd ərazisidir. Ağdam və Xocavənd ərazisində abidələrə aid olmayan bəndi müəyyən edin. Yəni, buralar ümumi Qarabağ ərazisidir və burada bilirik ki, erkən şəhər mərkəzi salınıbdır. Azərbaycanın ən qədim insan məskənidir. Dini ibadətgah tapılmışdır fikri. Dini ibadətgah görəsən bu ərazidə tapılıbdırmı? Dini ibadətgah fikir vermirəm. Baxın, 4 də var burada. Xaçmaza Sərkərtəbədə Qazata Baba Dərvişdən tapılıb. Yəni, bu 3-dən 4-ə aiddir. Azərbaycanın ən qədim insan məskəni Xocavəndə aiddir, Razıq mağarası. Erkən şəhər mərkəzi salınmışdı. Məhz bu da Qarabağ ərazisində idi. Eyni zamanda Naxçıvanda deyirdik. Dini ibadətgah tapılmışdır dedik. Bunu da Buzeyir adlı yaşayış məskəni mövcud olmuşdur. Lerikdə Buzeyir. Bəli, bunlar doğrudur. Amma sikloped tikili aşkarlanması, sikloped tikili. Bu Gədəbəydə Arıqdam idi, bir də Naxçıvan idi. Burada da Gədəbəyi göstərmədiyinə görə doğru cavab olur B variantı. Onlara da baxaq, son Tunc erkən dəmir dövrü həyat tərzi, Manna dövləti əhalisinin həyat tərzi ümumi cəhətini göstərin. Yəni, Manna ilə son Tunc erkən dəmir dövrü əhalisinin şüşə qablardan istifadə edilməz. Şüşə qablardan istifadə biz son Tunc erkən dəmir dövründə görmürük. Ay tanrısının şəhərində məbədlər inşa edilməsi yox, qəbirlərə müxtəlif əşyaların qoyulması. Bəli, bu Mannada da var, eyni zamanda son Tunc dövründə də var idi. Daha geç baş vermişdir. Türk tayfalarının Azərbaycan ilk böyük yaxınlığı baş verməsi eradan əvvəl 7-ci əsr. Midiya halının başa çatması eradan əvvəl 550-ci il. Kiçik Midiya Atropatın Əhəməni satrapı kimi təyin edilməsi 328 eradan əvvəl. Ariobarzana Kiçik Asiyada hakimiyyət səlahiyyəti verilməsi eradan əvvəl 20. Albaniyada su dəyirmanlarının istifadə edilməsi eramızın 1-ci əsr. Hamısı eradan əvvəl, bir dənə su dəyirmanları eramıza aid olur. Demək ki, bu daha geç baş verən hadisədir. Hadisə nəticə əlaqəsi doğru verilmişdir. Baxaq 16-cı suala. Deməli, deyir ki, hadisə Roma Selevki müharibəsinin baş verməsi, Selevki asılının Atropatena azad olunması. Doğru verilmiş. Roma Selevki müharibəsi baş verdi. Həqiqətən Atropatena 190'da onun tərkibindən çıxdı. Doğrudur. Bunu doğru götürdük. Sonra baxırıq, A-nı götürdüksə, deməli A variantı ola bilməz, B variantı ola bilməz, D variantı ola bilməz. Ya D-dir, ya da Y-dir. Deməli, onda C-yə ya da Y-yə baxaq. İranzunun hakimiyyətə gəlməsi, Mannada Urartu hücumlarına son qoyulması, xeyr. Ulusun dövlədə olduğuna görə bu yanlışdır. Demək, onda A ilə Y olur cavabımız. Y-yə də baxaq. İmaşqun hakimiyyətə gəlməsi, Lulu bir dövləti qurumunun yaranması. Bəli, İmaşqun adı ilə bağlıdır, padşahlar padşahı. İskəndərin şərqi yürüşü zamanı Şərq böyük bir imperiyanın tərkibində idi. İskəndərin əsas məqsədi Ön Asiyanı ələ keçirib Hindistana qədər gedib çıxmaq idi.
Üçüncü Dara ilə müharibələrdə qalib gələn İskəndər Ekbatana, Persapol, digər şəhərləri elə keçirdi. Bəli. Müharibə dövrü üçün demək səciyyəvi olanı soruşur bizdən 17-ci sualda. Deyir ki, həmən dövləti türk sülaləsi tərəfindən idarə edilirdi. Xeyr, belə bir şey yoxdur, bu getdi. Azərbaycanda Albaniyada hökmdar həm də ordu başçısı idi. Albaniyada hökmdar ordu başçısı olubdu. Amma bu dövrdə, yəni İskəndərin şərqə yürüşündə axı deyə bilmərik bunu. İskəndər öləndən sonra bu Albaniya dövləti yaranıbdısa, təbii ki, bunu götürə bilmərik. Deməli, bunu da sildik. Azərbaycan tayfaları Makedoniyalara qarşı müharibələrdə iştirak edirdi. Qavqamel döyüşünü yadımıza salaq. Təbii ki, demək cavabımız 3 olur. 3 olduğuna görə, 2 də olmadığına görə variantların hamısı silinir. Ya A qalır, ya Y qalır. 4-ə baxırıq. Azərbaycan Assur və Urartu arasında rəqabət meydanı bilirik ki, 714-dən sonra Urartu yoxdur. Təbii ki, ona görə, yəni Urartunun yürüşləri yoxdur. 590-da da süqut edib. Təbii ki, bu dövrdə Urartudan danışa bilmərik. Ona görə də doğru cavabımız yalnız 3 olmuş olur. Sonra baxaq növbəti suala, yəni 18-ci suala. Orosdan fərqli olaraq Artabaz, Zober Eradan 2-ci əsrin sonlarında hakimiyyətə gəlmişdir. Artabaz bilirik ki, Fraspa döyüşündə olubdur. Deməli, 2-ci əsrdə ondan danışa bilmərik. Selevki dövləti ilə müttəfiq olmuşdur. Artabaz Selevkini nə gördü? Romalılara qalib gəlmişdir. Oros məğlub olsa da Artabaz qalib gəlib. Bəli, Eradan əvvəl 36-cı ildə. Deməli, 1-ə C-ni götürdük. 1-ə C-ni götürdüyümüzə görə A getdi, D getdi, Y getdi, C getdi, cavab oldu B variantı. 1-ə C, 2-də B, C. Gəlin baxaq B, C, Zoberə. Kalidenin hücumları ilə 36-cı mübarizə aparıb, Romaya tabi edilib, aslı hala düşüb. Bəli, 2-yə B, C götürürük. Zober Alban hökmdardır fikri doğru olsa da Orosdan fərqli cəhət olmadığına görə götürmürük. Yəni oxşar cəhətdir bu. Eradan və 7-ci əsrin ortalarında Assuriya İskitlərin bir tərəfinə nail olmaqla gəldi Mannaya yürüş elədi və Mannanın yenidən özünün aslı hala saldı. Demək A variantı. Atropatena dövlətinin Albaniya dövləti ilə oxşar, Manna dövlətindən fərqli cəhətini göstərin. Atropatena Albaniya ilə oxşar deyirsə cənub deyə bilmərik. Elin mədəniyyəti bəli oxşardır, Mannadan da fərqlidir. Elə B variantı. Atropatena Albaniyanın oxşarlığı Mannadan da fərqli cəhətidir. 4-cü əsrdə meydana gəlmiş dövlətlərin mədəniyyəti üçün səciyyəvi deyil. Kerifto bilirik ki, Atropatenada Albaniyada da var. Böyük Dəhnə abidəsi Şəkinin Böyük Dəhnə kəndində Albaniyaya aiddir. Qoşundaş abidəsi yenə Albaniyaya aiddir. Yunan tanrılarına sitayiş hər ikisinə aiddir. Həsən Zivyə Mannadır. Deməli, 4-cü əsrdə meydana gəlmiş dövlətlərə Həsən Zivyə deyə bilmərik. Yəni Y variantı. 8-6-cı əsrdə baş verən hadisələrdən deyil, Mannada hakimiyyətin irsi keçməyə başlanması aiddir. Qaşdayıtin Manna ilə ittifaq yaradaraq Aşuriyaya qarşı üsyan qaldırması aiddir. 2-ci Kirimidiya dövlətinin varlığına son qoyulması aiddir. Urartu dövlətinin varlığına son qoyulması bilirik ki, bu da 596-cı əsrə aiddir. Baryak üsyanı Eradan əvvəl 327. Deməli, bu 6-cı əsrdə ya da 8-də baş verməyibdir. Y variantı. 3-cü əsrin ikinci yarısına aiddir. Yəni 223-dən söhbət gedə bilər burada. Selevki dövlətinin Atropatena üzrə işğalçı yürüşlər etməsi, yəni 1 götürdük. Albaniya yerli pullar 3-cü əsrin birinci yarısında başlayıb deyə bunu götürə bilmərik. Atropatena Roma arasında Parfiyaya qarşı müttəfiqlik əlaqələrinin yaradılması deyil. Bu isə Atropatena Roma arasında Parfiyaya qarşı deyilsə, 2-ci əsrdən etibarən də götürə bilmərik. Albaniyada yerli hökmdarların hakimiyyətdə olması, deməli, Albaniyada yerli hökmdarlar hakimiyyətdə olubdur. 3-cü əsrin ikinci yarısında bu aiddir. Onda 1 ilə 4-ü götürürük. Atropatena dövlətinin öz sərhədlərini genişləndirməsi, bu da bilirik ki, 223 ilə Artabazanın dövründə genişləndirmişdi. Ona görə bunu da götürürük. Yəni 1, 4, 5 doğru cavab kimi götürülür. Sonra baxırıq 24-cü suala. Ederven diaqramlarına uyğunluğu müəyyən edin. Manna, Albaniya, Atropatena. Eradan birinci meyddə mövcud olubdur. Bunların hər biri birinci meyddə mövcud olubdur. Deməli, bu ortaq cəhətdir. 4-də A-nı götürdük. 4-də A. Assuriya dövləti ilə müttəfiq olması, Assurla müttəfiq olan Mannadır. 1-ə B-ni götürdük. Roma Selevki müharibəsi nəticəsində müstəqilliyin bərpa etməsi, təbii ki, bu Atropatenaya aiddir. Yəni 3-ə də C-ni götürdük. Yerli pulların kəsilməsi Albaniyadır. D-ni götürdük. 2-ci əsr Roma ilə dostluq əlaqələri Adrianla dostluq Albaniyadır. Bu 2-yə də həm də Y-ni götürdük. Sonra baxdıq, deməli, xəritədə rəqəmlə verilmiş dövlətlərin şərqə yürüşünün nəticələrinə aid doğru fikirləri müəyyən edin. Bu Romadır, bu da Makedoniyadır. 1 Roma, 2 Makedoniya. Parçalanması nəticəsində Azərbaycanda quldar dövlətlər meydana gəlmişdir. Makedoniya, yəni 2. Eradan və 2-ci əsrin əvvəlində Atropatena dövlətinin yenidən müstəqil olmasının böyük rol oynamışdır Roma. Selevkini məğlub edir deyə Atropatena yenidən müstəqil olub. Kara döyüşünə qalib gəlmişdir.
Kara döyüşündə qalib gələn bunların heç biridir. Çünki Atropatena Parfiya qalib gəlib, ona görə götürmürük. Azərbaycanda elm mədəniyyəti yeniliklərini gətirmişdir. Təbii ki, bu da Makedoniyadır ki. Demək, İmperator Adrian Atropatena hökmdarlarına qiymətli hədiyyələr göndərmişdir. O da Romadır, deməli. Amma Roma Atropatenaya yox, Albaniya göndərmişdi. Ona görə də yeni heç birinə aid eləmirik. Məhz ona görə də 25-ci sualda sadəcə olaraq 1-ə B, 2-yə də A, D götürürük. Xronoloji ardıcılığı müəyyən edin. Massagetlərin Əhəmənilərlə müharibə aparması Edana 530 Araz yaxınlığında. Sonra Kiaksarın hərbi islahat keçirməsi Kiaksar ilə hakimiyyətdə olanda götürürük. Yəni Kiaksar gəlib də hakimiyyətə 625-ci ildə. Nineviyanın Midiya Babil İttifaqı tərəfindən yandırılması 612, Aşşeri müstəqil sesli etməsi 650. Deməli biz başlayacağıq Aşşeri ilə 4 ilə, sonra 2 Kiaksar 625, sonra 3 Nineviya 612, sonra da 1 Massagetlərin Əhəmənilərin müharibə aparması. Uyğunluğu müəyyən edin. Deməli, burada artıq cavablar gəlib. Bu hansısadır? Cavablar burada verilibdir. Demək, uyğunluğu müəyyən edin. Azərbaycan əhalisi Manna dövləti dövründə, Albaniya dövründə əl və su dəyirmanlarının istifadə edilməsi. Bilirik ki, su dəyirmanlarının istifadə, yəni biz su dəyirmanlarının istifadəni görürük Albaniyada. Deməli, Albaniya aid edərik A-nı, 2-yə A və Albaniya Yunan və Latin yazısı tanış olub. Həm də C-ni 2-yə A-cı aid edərik. Manna dövründə isə deməli hieroqlif yazıdan istifadə olunubdur. Eyni zamanda dirlik ağacından sitayiş olunubdur. D-ni aid edirik. Midiya yağı isə Atropatenaya aiddir. Bunların heç birini aid eləmərik. Sonra da situasiya sualına baxaq. Mənbəyə əsasən 28-30 tapşırıqları cavablandırın. Kiçik Asiyanın çox hissəsini keçirərək şərqə doğru yürüşlərini davam etdirən Romanın əsas məqsədlərindən biri Ön Asiyadan Hindistana qədər olan ticarət yollarını ələ keçirməkdir. Lakin Ön Asiyada onun işğalçılıq siyasətinə mani olan dövlətlər var idi. 53-cü də Parfiya məğlub olan Romanın şərq siyasətinə böyük zərbə dəyməsinə baxmayaraq yürüşləri yenidən davam etdirərək Cənubi Qafqaz üzərindən müəyyən siyasi üstünlük qazanmasına nail oldu. Mənbədə bəhs edən dövrdə Roma qoşunlarına başçılıq edən sərkərdələrin adını qeyd edin. Burada söhbət 53-dən gedir deyə Karra döyüşü. Karrada da Kras olubdur. Deməli 28-də Mark Kras yazırıq. Tarixi biliklərinizə əsasən həmin dövrdə Atropatena niyə Roma ilə yaranmışdı? Təbii ki, Parfiyanın işğalçılıq siyasətinə qarşı bircə mübarizə aparmaq. Tarixi biliklərinizə əsasən həmin dövrdə Atropatenanın Roma ilə ittifaq yaratması səbəbini qeyd edin. Atropatena niyə Roma ilə ittifaq yaratdı? Bayaq qeyd etdiyimiz kimi Parfiya qarşı mübarizədir. Romanın 1-ci əsrin 2-ci əsr Azərbaycana hücumların nəticələrinə aid fikir yazın. Döyüşün nəticəsi nə oldu? Roma qoşunları Fraspa döyüşündə məğlub oldu Atropatena Parfiya qüvvələrinə. Amma bundan fərqli olaraq məsələn Kaniti Albaniya yürüş elədi, Albaniya isə Romaya tabe oldu. Amma bu hissədə nəyə diqqət edək? Bu dövrlərin heç birində Roma imperiya deyil. Romada sadəcə olaraq respublika dövründədir. Məsələn, padşah Kozis desə yanlışdır və yaxud da ki, padşah elə Pompey desə yanlışdır. Yəni Pompey sərkərdədir, Kozis hökmdarın qardaşıdır. Bu məsələlərə də diqqət edirik.